Salam izləyicilər, yeni gündəm kanalının yeni videosuna xoş gəldiniz. Bugün sizinlə Efsane Craft oynayacağıq. Ən axırıncı belə iş görmüşdük. Gördüyünüz kimi bu obsidiyanı qırmışdım mən. Belə ətrafı kilitlədim. Bu obsidiyanları qıracağım. Öz istədiyim kimi ev tikəcəm. Evin bu hissəsini mən qutardım bir damcı. Qalan hissələrini indi qutaraq. Evimizdə qaraj olacaq tam bu hissədə. Bir də ki, alt hissəyə havuz etmək istəyirəm. Havuzu məncə bu qırağa edək. Bura araya da dəmir qoyacam. Yəni belə 7 abunəçi olmuşuq. Çox qəşəng. Şimdi bəlkə deyəcəksiniz bu evi tikdikdən sonra nə edək? Nə edəcək də? Onu tam mən də bilmirəm. Bu evi tikdikdən sonra qala tikmək istəyirəm hələ. Çünki Efsane Craft elə bir oyundur, çox maraqlıdır. Bir profildə qutardınız sonra yenə oynamaq istəyirsiniz. O cürə bir serverdir deyək. Çox əyləncəli. Bu günə kimi mən bir dənə server görməmişəm ki, Efsane Craft kimi əyləncəli olsun. Çox maraqlı, əyləncəli bir serverdir. Lakdan taxtamızın biri getdi hər neysə. Ana bilirim. İsyan. Qapı tam bilmirəm, ağzıma gələn kimi qapı düzəltdim. Bunu meşədən tapmışdıq. Bu böyüyü də alacam. Bu qaba qalıb iş yeri tikəcəm özüm üçün. Dediyim kimi yeməkxana. Qalanımızı da şeydə edəcəm. Meşədə davam edək. Belə meşədəki evimizi nə qədər söymüşdüləri. Balkon edəcəm, belə qəşək. Evimizdə hər şey olacaq, hər bir şərait. Havuzu. Salona da tikmək istəyirəm. Salona, yəni evin içində havuz. Salona deyiləm, ağzıma gələn söz danışıram videolarda. Gördüyüm kimi Minecraft evinin klasik Şuşa qalasına oxşadı, belə. Baxın, oxşatdığınız Şuşa qalasına. Hər neysə, davam edək. Mən bu hissələri düzməmişdən qabaq bir dənə meşəyə getmək istəyirəm. Çünki biraz şey üçün gedib bir də şüşəni şeydən almayacam marketdən. Nə yapmamız itirək, düz deyilim. Ona görə biz bir dənə warp ormana gedək. Amma bir ona keçməsi biraz pis oldu. Zombilər gücləşdirib, meşə yenilənib. Əgər böyümək nəsil olacaqsa, GTA 5 də gələcək. Yəni buna görə böyümək istəyirəm də, mən GTA 5 zadda oynaya bilək. O xatana bax, Allah, hücuma keçək. Atma oxu. Atma oxu. Qancığın qızı atma. Kim balası? Sən də hər neysə, qaç. Sən kimi küçüklərdə mənim işim gücüm yoxdur, rızqını bağışladım sizi. Market varmış burada, partlayıb. Bizim evin qalığı da o tərəfdə də. Efsane Craft oynayanınız varsa getsin, baxsın qalığı. Qalığı. Ülküm evin qalığı qaldı. Nə? Biz madəni enmişik, bir dənə enək baxıb, burada nə var, nə yox. Bombadan başıma ağanadı. Enmişdik deyəsən biz madən axtaranda. Bundan sonra videonu kəsəcəm. Fızqır! Tüm balası gəlib düz yanında partlamaq yer tapdı da. Bu nə ilah? Qapısı da var. Oğluq edə bilərəm, mən qırıb götürə bilərəm, amma eləməyəcəm. İşte bu qumlardan toplayıb sonra bu qumlardan mən toplayıb bir qəşək
öz şişə düzəldəcəm. Yəni şişəyə pul zat vermirəm mən. Nəyə pulum verim? Pulum artıq mı çıxıb qaqa? Artıq çıxmıyor tabii ki pul. Tabii neydi ah. Hər neysə. Toxum da çıxarmıyorum mən. Şeyə lazım olacaq. Balta yanımdadır. Baltanı gətirmədim. Biraz onu verin artıq. Ana, laqa bax. Qorxdu. Çox bir şey. Bundan qabaq həyatda qalmanı çəkmişəm. Adicə sizə bir şey demək istəyirəm. Hırdıda biraz görünüşdə problem ola bilər. Onu mən də tapanlardım. Görünüşdə nə var? Yəni, niyə pis görünür oyundan? İyrənc viddə görünür. Onu mən də heç tapa bilməmişəm. Hər neysə, madən gediblər buradan. Sonra da bağlayıblar. Gedir bu, sonra oradan özləri bağlayıblar. Qazmamız olmasaydı qalmışdıq burada. Hər neysə, mən əvvəlcə suyun içindəkiləri toplayacam. Yeşik boyda bizə şey lazımdır, qum lazımdır. Çıx. Bu nə qala? Hər neysə, bunları toplayaq. Burada var mı? Baxın, buradakiləri yığırlar. Bu nə da? Altında nə güzəl zab. Of, çox ölərik madən. Aqu deyəm, bağlayayım ya buranı. Bu mən niyə bağladım sizə? Hə, belə qoyaq. Yəni, bizdən sonra gələn oyuncu düşüb ölməsin orada. Yazıqdır. Bu ne lan? Setimizin, ayaqlığımızın canı qurtarır. Bir vuruşa gedəcək ayaqlığımız. Oradakı səviyyəsizlər var ha. Ta onların mən dın səviyyəsizlər sizi. Nə ziyanımız deyildi sizə? Niyə bizi öldürmək? Bizə öldürmək istədirsə səviyyəsiz psikoloton. Psikoloton hər nəsə biz onu ox atan adlandıraq. Görürsə. Hər neysə gedək, nə qədər duyurmuşam bir baxaq. Çox qəşək, heç olmasa biraz işimizi görər. Mənim var. Arsa dedik. Hər neysə gəldik. Niyə oturursan qaqa? Bu da tiki var. Bu nədir? Niyedir şeyine şişədən özdə. Bu tərəf də belə. Çox qəşək olacaq, çox. Şundur. Bu zırhımız qırılacaq. Burada da var bir şey. Neyse, sonra bence ev tikeriz bir qəşək. Burada şey, ancaq madənə görə kömür tapıqdan tapıq ki, başqa. İndi onlar bir qəşək şişə olsun orada. 2 məftəbədə edəcəm evimi. Ləkənimiz nədən çıxacaq? Bu qıraqdan çıxsa belə çıxsın məncə. Ən axırıncı əldə getmişdik. Mənim dostum Vaqif orada bir qəşə ölmüşdü. Həqiqətən mən videolarda indi görürdüm, amma bilmirdim hardan və necə gedək. Qırdım bunu. Belə bunu. Qəşə qoyulacaq sənin yerindir. Çox qəşək. Mən bir daha bunları sevdim ya da yox lazım onu çevirəm.
Bir dənə qapı düzəldim mən. Alındı şişə. Qoy bura. Mən bir dənə şey edəcəm bura, çox qəşək. Ona görə bir dənə biz iş görək, dediyimi daha qəşək olacaq. Belə şey heç yerdə görməmişsiniz də. Onu deyə bilərəm sizə ancaq. Baxın. Şundur. Niyə belə də? Qırılə. Elə yox, bala, tərs tutmazsan, sən tərs. Sən burada nəsi var, tərs tutmazsan. Bax belə. Ya, belə gedəcək, buradan belə qalxacaq, sonra belə. Nə qəşək fikirdir. Burada dəmir qoyacaq. Şəhərimizin belini zibil tutsa tutmalı, hər neysə. Buranın işıq pisyon. Mən bir dənə qapı hazırlayayım. Mən də səbləşirdim ki, bir dənə şeyimiz çatmadı deyə. Bu vaxt bunu buralarıq biz. Qoyduq, düzəldən qapı aldım. Dənə ikinci mərtəbəyə çıxan piləkəni düzəldim. Bundakı belə qurmağa çalışmışdım mən. Mən videodan kənarda bir hissəni düzəltmişdim. Ora baxayım. Nə qış idi və bir dəfə mən gəlmişdim, kənd düzəltmişdim bu orada. Minecraftda kəndlər ora, arsasında elə bir şey düzəltmişdi bir nəfər. Bunlar bəsdə bizə. Bəsdə. Heyvan qədər çıxmayacaq ki, mərtəbəyə. Buradan biraz ikinci mərtəbəyə çıxacaq. Ləkəni buradan bıraxım. İvisyon. Buradan buraya ikinci mərtəbə. Ki, bura bir şüşə qoymasaq biz görsünlər. Ama qoyacaq. Biz sənə qoydaq. Lan! Şərəfsiz. Lan! Yenə benim vurdum. La sırtıq. Sizdən eşit sırtıq çək. Bunda Sən işinə durmaq deyirsən, düzülməsən, bala. İpsiyon. Görün. Baxın nə qəşəng oldu. Belə. Böyükləri etmək istəmirəm o tərəfə. Etməyəcəm, bu qabaqları edəcəm bir dənə. Buranın da şeyini tamamlayacaq, şüşələrini. Bir dənə şüşəmiz getdi rakdan. Əfsanə Craft'da mən təzə oynamağa başlayanda belə laglar yox idi. Elə biz bir dənə nələr olur o itən. Var dövlətimiz itir elə bir dənə həmişə itəndə gör nələr olur. Yəni biz ikinci mərtəbənin şeydən bilədik. Yəni pollarını. Şimdi ki mən bu hissəni də həll etmək istəyirəm. Çıxa bilmək. Bir blok geriyə qoymalıyıq deməli. Belə bunu. İndi bax rahat çıxırıq.
ev istiyor. Buradan bakın. 6%'li adamın maskesine toxunur. Maskesine. Tərbiyəsiz mikrofonu. Gəl oxuyarsan baxın. Hə, Minecraft var. Sən mənim açıqma edirsən bunları. Bir müddət Minecraft'da ilerleyəcək bəzi videolarında dediyim kimi. Ondan sonra başqa oyunlara. Çünki əlimdə hələ Minecraft var. Oyun tapa bilməm çəkəcək. Ona görə Minecraft çəkirəm. Bunu demək istəyirəm yəni. Son demək ki, ancaq Minecraft çəkirsən. Niyə düşdər şey var? Neysə. İyi bir ders satma tərbiyəsi. Minecraft. Mən ən axırıncı diamond istəyirdim. Diamond lazımdı. Biraz bir iki şey var lazımdı. Diamond. Bu oyunda da bu oyunda bizə dəmir lazım idi. Diamond şeydə lazımdı. Həyatda qalmada çaşdırdım. Burada bizə dəmir lazımdı bu araflar. Şimdi gedib baxarıq dəmir tapa bilirsə. Taparıq, tapa bilmədiksə. Fu. Deyil, yox, deyiləcək. Ben buralarda da böyle düzeldim. Sen batışına düşmezsin aslında. Şimdi bu aşağı bak, bu burada. Heh, bu iki hissədə balkon olacaq. Yavaşdan mən çıxıb yuxarı balkonu hazırlayayım. Burada balkon olacaq. Çünkü bunlar var. Burada üzə rahatlasın və genişlənsin. Belə. Hani belə heyvan kimi oturmayacaq ki, bir blok daha genişlədim mən. Bu tərəflərdə. Burada şeyler bu arada satılacak. Bir de böyle. Elde şey tutardı. İvisyon. Belə bir balkon. Bu tərəfdəki belə biz bağlayaq. Buranı qırıq. Səhv oldu. Dizaynı biraz pis ola bilər. Bunlar da pisdir. Bu çıxartdan gəlir hər pissə. Belə. Buraya mən indi bəzi əşyaları da qoyacam. Bizdə gül var idi. Gül gətirmişdim. Ne deyəcəm? 3-4 dənədən baxın. İçəridə. Gül, hə, o 2 dənə var. Çox qəşəngmiş. Neçədən oldu? Bunlardan bir dənə pambıqlar qoy. Böyle yani biraz pəncərədən hörək. Tik. Səhv yerə qoyulur. Hər neysə. Pop müzik. Necədir hazırlayım? İçində də lazımdır. Çox hazırlayım da bir 10 dənə lazımdır. Mən görəsiz nə edəcəm. Neysə, 3-4 dənə.
tam bu hissələrə qobaqlarım iki dənə satmalı, iki dənə artıq eləmişdim, sizə olmuşdu. Bunlar yaşıllaşacaq əlbəttə. Mən də iki dənə dedim. Çox qəşəng. Gördüyünüz kimi belə gəldik. Girdik içəri. Bu hissənin daş vardı, məndə daşdan edək. Daş varmış. Bu hissəni bir də mən daşdan etmək istəyirəm. Görür. Minecraftda bax belə şeylər yaxşıdır da. Havada durur. Nə tər oldu daşdan bomba. Hara gedirsən, hə sən? Mən biz sən dedim. Öz ərazimdə qıraram istədiyimi. Buna bax, qırarlar. Super! Nətər oldu? Daşdan. Ələsə bu daş bizə lazım olacaq. Qoyaq bura. Birini də qoy bura. 4 dənə şişə alındı. Bunu da var. Pişirəcək. Sonra gelib götürər bizə lazım olan. Bəlkə 3 mərtəbə evimizi hələ bilməm, düşünüm 3 mərtəbə. 3 mərtəbə edik. 3 mərtəbə gəldi ağlıma. 3 mərtəbə bombanın üstə. Burada nə bilim, nə otağı var özümüz üçün keyf edik. 3 mərtəbə. Bir dənə mərtəbə artıracam. Buradan belə piləkən. İcazət sorsa videonu dayandırmadan mən 5 dəqiqə bir yerə gedib gəlməliyəm. Baxışın qaldığımız yerdən davam edək. Çünki videonu kəsmədim. Bir də 2 saat renderla nə bilim, net uzundur. Ondan sonra YouTube'a verərəm. Onunla baxdı. Biz buradan belə çıxmalıyıq. Burada qoymaq lazımdır. Varmış qaldı üstümüzdə. Çox qəşəng. Bomba olmadı, 3 mərtəbə bomba görsənəcək. 3-cü mərtəbəni də şey düzəldəcəm. Staff. Odun lazım olacaq. Devam et. Çox qəşəng evimiz. Mikrofonda biraz cızıltı ola bilər, onu mən də bilmirəm. Bax, başlarda oyun videosu çəkəndə heç belə deyildi. Cızıltı yox idi. Bundan əvvəl bir dənə kanalım var idi. Onda oyun videosu çəkirdim. O belə cızıltı yox idi mikrofonda. O cızıltı mən də bilmirəm.
Məncə bu pis oldu. Belə etməyək ya. Pis qaldı. Məncə də. Bırax bunları. Baltam yoxdur. Balta. Məncə də çünki evə pis yaraşdı. Bırax. Üstümüzdə daşı var imiş ya da. Bir dəqiqə. Bana sorun. Bu nə tər olan işte. Çünki bunlar elə bir pis qaldı. Bunlar şey verir 3-cü mərtəbəyə. Bırakmış qaldı. Qırqırdır. Oh, belə bir şey görsənmirdi. Belə bayaq pis idi. O bəzi evlərdə onu dediyim şey. Çox evdə olmuş. Əfsanə Craft elə birinci bölümdə biraz evə fikir verəcəm. Yəni döyüşə zaten heç getməyəcəm. Ha, bax belə. Gözəl görsəndi. Amma oyundakilər son başqa mərtəbələrdir. 3-cü mərtəbə pilləkənlər elədik. Bu ayaqları. Bu nədir? Bu nədir? 21 dənə verdi də. Yolumuz düşəndə yenə gedib toplayarıq. Krasta deyir qalan burası da görsən, sındır burasını. Belə görsən, pis görsənir. Bunu belə dedik. Pis yox. Yağış yağanda heç olmaz. Damını da düzəldək, bunun damını. Damını da düzəldəcəm bu əlimdəkilərdən. Çox qəşəng görsənəcək onda. Davam. Meşəyə gedərik. Video vaxtını çatdırsam, aklıma gələn 46 dəqiqə, 32 dəqiqə nə tərgərli video çəkirəm də. Düşdü yaşa. Boş qaldı, eyləmir. Bana gördük. Pis görsən. Gel. Davam. Gel. Bir də 3-cü mərtəbəyə pilləkən. Yəni 3-cü mərtəbəyə pilləkən buradan yox, buradan pis görsən buradan. Hop. Buradan başlasın da ya da fərqi nədir? Gəldik də 3-cü mərtəbədən baxın. Gəldik yox qaçır. Əlimizdəkilər çatdı. Əlimіздəkilər çatdı. Çox qəşəng oldu. Mən də deyirəm bunlar itdi. Aa, itdi. Götürməyimizə bir saniyə qalmamış itdi. Bir saniyədə tez gəlmişdiksə götürmüşdük. Buradan da belə etsəm mi? Etməsəm belə xoxu da etməyim. 3-cü mərtəbəyə şey etməyim. Davam et. Biraz ev işimə çətinə salır. Qala olsaydı qala tez qutarmışdı. Amma ta ev deyirsinizsə biraz çətindir Əfsanə Craft ev tikmək. Şöylük bizdə də bir şey var.
istədiyim şey alınır. Bir dəqiqə. Bayaq biz gələndə bura qazılmış idi. Yoxsa mən fikir vermirdim, indi diqqətimə çaldı. Bura qazılmış idi bayaq biz bu evə gəlib baxanda. Qazılmış deyildi deyərsən, bayaq gəlib qazdılar. Biz öz işimizə baxaq. 3-cü mərtəbədir. Bu evin içalatını, hələ evin içalatı, bir dənə biz evin tikilisini tikmək biraz çətindir. İçalatı asandır. Bu qədər. Qoy. Bu mərtəbəyə axsına gəlməyəcəm. Ən altdakı mərtəbəyə biz nə etsək? Ən altdakı mərtəbə mənzillə qulaq zad olsun, qulaq zad çalınalıq. Yəni, belə bir şey olsun. Əfsanə Craft'la bir hava istədim kəsəm, amma düşündüm. Əfsanə Craft'la bəlkə 95-ci bölümə kimi qaldırdım. Yəni, belə şeylər ola bilər. Əfsanə Craft'ı çox xoşlayıram, ona görə həmişə ən çox Əfsanə Craft çəkmək istəyirəm. Ki, bu axırıncı çəkmişdi, bunda sahibi yoxdur. Davam edib tez. Əlimizdə olan qədərinlə evi qutarmağa çalışaq. Olmazsa olmasın. Quşlu yaşadı. Bura sandıq otağı olsun, sandıqlarımızı bura qoyaq. Silah sursat hamısını bura qoyacam. Oha, 64 dənə belə getdi. Burada toplasam 32 dənə getmədi. Yəni qutardı evimiz belə yalnız qaldı. İkinci mərtəbə yalnız qaldı. 2-nin şişələri qaldı. Birinin də şişələri qaldı deyəsən arxaya baxın. 3-4 dənə şişəsi artıq qaldı. Qəşəy olmuşlar da amma. Bombaya, bomba kimi oldu, bomba. Bir dənə yağanı yox. Mən həm də ki, torpaqları satım geçsinəyim. Bu qarajı nə edəcəyimizdən düşünək, qarajı nə edək? Biraz ta çəkək məncə. Renderdə düzəldərəm mən. Əziz izləyicilər, mən videonu kəsəcəm, çünki odun yığacam. Odunu yığıb qutanırsam bura gələcəm, burada videonu tezdən başladalıq. Bəli, izləyicilər, mən biraz odun yığdım, 37 dənə. Bunlar da şişli, hər neysə. Yəni, qısa olacaq. Gedək, yəni biz bu odunlardan da baxaq, nə edə biləcəyik. Qıza bax, hə, özünü bizə sürtüşdürür. 102-yə verəcəm səni. Namusdan qıraqışlar görür. Tərbiyəm olur. Hər neysə, davam edək. Yəni, bunlardan alınanı edək. Görək, nə edə bilər ki, yəni, bu nəyə çatar? Əlimizdəkilər. Nəyə çatırsa tavan edəcəm, ondan sonra videonu yandıracam. Gəl. Oho, nə qədər çıxıq. Gör. Hədəsimiz davam təşqullandım. Əlində olanlardan, yəni görüm, belə edə biləcəm ən azından. İki, tavanı düzəldə biləcəm. Tavandan sonra da dediyim
şeylərdən qoyacaq tavana. Bəlkə görsənsin deyə. Qurtardı, nə tez. Bu nəticəsi 64 dənəsi bura getmədi. Nə tez qurtardı. Bax, sayacam onu tutdu. Nə qədər? Bura 64 dənə şey getdi bəyəm. Bura 1.64 gedər. Neçə də 64 deyilmə oldu. 3 mərtəbə belə bir evimiz. Birinci mərtəbəsi 3-4 dənə şişə qoyacaq hazır. 2 mərtəbə yox, anaxırımızın tavanı yoxdur. Yəni belə bir evimiz oldu. Bomba, 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 bomba. Yəni bir qəşəng evimiz. Videomuzu sonlandıraq. Kanalıma abunə olmağı. Yəni abunə artıq 1-2 dənə. 1-2 dənə abunə nədir qaqa? Siz 2-yə verinmi? 1-2 dənə abunə nədir? Cavab verin mənə tez. 1-2 dənə abunə yox, mən çox abunə istəyirəm. Yarısı 1000 abunə istəyirəm. Yəni davam edək, birdən gün artır olsunuz. İkinci kanalım İsa'nın aləminə abunə olun. Videonu bəyənin. Məsələn, nəsə istəyirsinizsə, nəyəsə, hansısa bir oyun çəkməm, onu da videonun altına yazın. Gülə-gülə özünüzə yaxşı baxın. Sağ olun.